tamaşaçılar, Patriot News'un növbəti buraxılışı efirdədir. Sizlərlə mən Ceyhun Əliyevdir. Bugünkü verilişimiz futbol əsr olacaqdır. Hörmətli futbol sevərlər, bizi izləyin. Bu günləri biz Kəpəz Futbol Klubunun nailiyyətləri haqqında sizlərə söhbət açacağıq. Bugünkü qonağım futbol azarkeşi, Kəpəz Klubunun fanatı, Kəpəzlə həyatını bağlayan bir insan Vaqif Səfəroğlu olacaqdır. Vaqif bəy, salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz qeyd etdiyim kimi Kəpəz Futbol Klubunun nailiyyətlərinə həsr olunacaqdır. Sizə birinci sualım belə olacaqdır. Kəpəz Futbol Klubu 24-cü ilin sonuna qədər, yəni dekabr ayının sonuna qədər və 25-ci ilin əvvəlindən bugünkü günə qədər necə xarakterizə edəcəksiniz? İlk növbədə çox sağ olun ki, Ceyhun müəllim, belə yağmurlu havada bizim döyünən ürəyimiz Kəpəzlə bağlı bizə suallar verirsiniz. Bu mövzunu işbandırırsınız. Sual belədir ki, Kəpəz əlbəttə ki, böyük bir 2024-də uzun marafona çıxmışdı. Baxmayaraq ki, ilk turlar biz 0 xalla toplamışdı, baş məhdud dəyişikliyi oldu. Azər Bağırovun gəlişindən sonra artıq klub belə deyək ki, kompleksləşə bildi və öz xallarını yığa bildi. Artıq demək olar ki, Kəpəz elitada qalmağını təmin edibdir. Bu da biz azarkeşləri qismən də olsa razı salır. Vaqif bəy, istərdim siz bizim ikinci sualımıza cavab verəsiniz. Sualımız belə olacaqdır. Yanvar ayının əvvəlindən artıq elan olundu ki, Kəpəz klubuna sponsor gəlir. Artıq aprel ayının 15-idir. Bugünə qədər sponsorun adı var, özünü isə görməmişik. Siz necə fikirləşirsiniz? Kəpəzin bu günləri sponsoru var, yoxsa maliyyə dəstəyi göstərən insanları var? Ceyhun müəllim, bu suala belə cavab vermək istəyərdim ki, biz təmənnasız Kəpəzi sevirik. Biz şəxsiyyət pərəstişkarı deyilik. Biz Kəpəz sevirik. Kəpəzin daxilində hansı proseslər gedir, o şəxsən mənim üçün bir azarkeş üçün maraqsızdır. Əgər ölkənin belə köklü klubu, tarixi bir kluba illərdir sponsor yoxdur, eşidirik, içindəyik, bilirik, bu bizim üçün ürəkaçıcı deyil. Təəssüflər olsun ki, bu saytlarda, internet vasitələrlə oxuyur ki, klubumuza belə deyək, sponsor dəvət alıb. Biz də ona bir azarkeş kimi xoş gəldin deyirik. Yalansa gerçək olsun, gəlsin, klubumuza dəstək olsun. Kəpəz öz anışlaq futboluna geri dönüş eləsin. Biz azarkeşlərdə yeni stadionda, yeni mövsümdən, yeni elitada qalan Kəpəzi daha da yüksək, belə deyərdim ki, yuxarılarda mübarizə aparan Kəpəz görək. Vaqif bəy, İlqar Nadirinin xidmətləri haqqında nə deyə bilərsiniz? Demək olarmı ki, İlqar Nadiri artıq 5 ildir, demək olar ki, idarətin sədri idi. Bugünə qədər Kəpəzi Premier Liqada saxlamaqda hansısa da bir xidmətləri oldu. Ceyhun müəllim, belə deyərdik də, maliyyəsi olmayan bir klub idi Kəpəz, indi də elə deyək. İlqar Nadirli də deyərdi ki, ilk növbədə bizdən həmyaşıddır, türk oğludur. 6 ildən artıqdır, səhv eləmirəmsə, fəaliyyəti var, divizyonda, elitada. Düzdür, divizyonda da Yaşar Vahbzadənin vaxtında Kəpəz axır pillələri tutuldu. Elitada çıxandan sonra axır pillələr üçün mübarizə aparır. Natamam qiymətləndirirəm. Onda bir azarkeş kimi səbəbləri müxtəlifdir. İndi əgər belə deyərdik də, əgər bu yerə gətirib çıxardıqsa, bu günləri Kəpəzə sponsor söhbəti gəzirsə, uzun marafonda sükanı gətirib sağlam əllərə təhvil verirsə, bu da bir alqışa layiqdir. Onun da xidmətlərini yenə deyərdim ki, bir türk oğlu kimi təşəkkür edirəm. İndi yarıtdığı xidmətlər, yarıda bilmədiyi xidmətlər, elədiyi səhvlər, eləmədiyi səhvlər səhv insana məxsusdur. O ki, qaldı futbolda da səhvlər çox olur. Buna görə də elə natamam qiymətləndirib, ona da xüsusi təşəkkürümü bildirirəm ki, artıq Kəpəzin sükanını sağlam əllərə etibar edir. Vaqif bəy, sonuncu sualımız belə olacaqdır. Kəpəzin bir neçə baş məşqçiləri olubdur, onların arasında seçim etməlisiniz. Şahin Diniyev yoxsa Tərlan Əhmədov? Belə deyərdim ki, qəlbimizi fəth eləmiş bir baş məşqçi görmüşəm. O da Kəpəzdə bu son illərdə, o da Tərlan Əhmədov olub. Yəni seçim Tərlan Əhmədov. Bəli. Tərlan Əhmədov yoxsa Azər Məmmədov? Tərlan Əhmədov. Tərlan Əhmədov yoxsa Adil Şükürov? Tərlan Əhmədov. Tərlan Əhmədov yoxsa Azər Bağırov? Yenə Tərlan Əhmədov. Yəni siz seçiminizi Tərlan Əhmədovda dayandırdınız. Yenə deyirəm, şəxsiyyət pərəstişkarı deyiləm.
Kəpəzdə nailiyyətlər məni şəxsən qəlbimi fəth etdi. Bəs Azər Bağırovun bu günləri göstərdiyi nəticələr həm Tərlan Əhmədovun, həm Şahin Diniyevin, həm Azər Məmmədovun, həm də ki Adil Şükurovun nəticələrindən üstündür. Bunu necə dəyərləndirirsiniz? Azər Bağırova da təşəkkür edirəm, xüsusi təşəkkürümü bildirirəm. Onun da xidmətlərinə alqışlayıram. Çox sağ olun ki, Kəpəz elitada saxlamağa kömək elədi. Çox sağ olun bu müsahibəyə görə, sizə də uğurlar arzulayırıq. Sağ olun. Hörmətli tamaşaçılar, bugünkü verilişimiz sona çatır. Bir daha qeyd etmək istəyirəm ki, bugünkü verilişimiz Kəpəz Futbol Klubuna əsr olunmuşdu. Biz də Patriot News olaraq Kəpəz klubuna uğurlar diliyirik və inanırıq ki, bu illəri Premyer Liqada qalacaqdır və gələn illəri öz azarkeşlərini yüksək nəticələrlə sevindirəcəkdirlər, Yevrokuboklara gedəcəkdirlər. İndi isə mən sizdən xudafisləşirəm və gələn görüşlərə qədər deyirəm, Patriot News'u izləməkdə davam edin, özünüzü və yaxınlarınızı qoruyun, sağ olun.